Salam, mətbəximə xoş gəlmisiniz. Bugün qazayağı şirniyyatı hazırlayıram və sizlərlə də bölüşürəm. Lazım olan ərzaqları qramlarla videonun altında dəqiq yazacağım. Deməli, qeyd edeyim ki, yağı otaq temperaturunda qoyuram, yumuşalır və üzərinə kəsmik əlavə edib yaxşı qarışdırıram. Üzərinə 1 ədəd yumurta, 1 paket vanil əlavə edirəm. Bu xəmirdə şəkər tozu yoxdur reseptində, amma mən 1 xörək qaşığı şəkər tozu da əlavə edirəm. Üç stakan unun üzərinə 1 paket qabartma tozu əlavə edib qarışdırıram. Qeyd edeyim ki, burada 3 stakan undur. Ola bilsin sizdə yumurta kiçik olar və ya böyük olar. Yenə də az-az əlavə edib qarışdırmaq lazımdır. Unu az-az əlavə edirəm. Çəngəllə qarışdırıram. Hələ ki, əlimlə qarışdırmıram. Çünki əlimin istisində yağ əriyir və xəmir un tələb edir. Əvvəlcə az-az xəmirə unu əlavə edirəm. Ən axırda isə əlimlə xəmiri yığacağam. Yəni yoğurmayacağam. Çünki yoğuranda biraz da yumuşalır xəmir. Əslində bu cür xəmirlər kövrək, incə olmalıdır. Unu çox əlavə etsək, onda şirinimiz quru çıxar və burada kəsmiyin dadı bilinməz. Sonda isə əlimlə xəmiri yığıram. Çalışıram ki, yoğurmayım. Xəmiri yığandan sonra soyuducuda 1-2 saat təxmini saxlayıram. Yuxa yayanın üzərinə çox az un səpirəm ki, xəmir yapışmasın. Xəmiri soyuducudan çıxartdım, 4 hissəyə bölürəm və onu da kündələrə ayırıram. Xəmiri 22 kündəyə bölürəm. 22 kündə çıxdı və yenə yuxa yayanın üzərinə çox az un səpirəm ki, xəmir taxtaya yapışmasın, yayıram. Nazik olmamaq şərti ilə xəmiri açıram. Xəmiri açandan sonra qaba şəkər tozu əlavə etmişəm və həmin xəmiri bütöv şəkildə şəkər tozuna batırıram. Yaxından çəkirəm ki, aydın olsun və xəmiri büküb yenə şəkər tozuna batırıram. Bu dəfə isə xəmiri bu formada büküb üst hissəsini şəkər tozuna batırıram. Xəmirin üst hissəsi budur. Altı təmiz olmalıdır və bu qayda ilə bütün şirinlərimi hazırlayıram. Listi yağlamağa ehtiyac yoxdur, amma siz istəsəz yağlı kağızda istifadə edə bilərsiniz. Sobanı qabaqcadan yandırdım. 180 dərəcədə qoymuşam ki, qızsın. Hazır olan şirinlərimi 180 dərəcədə 25 dəqiqə bişirirəm. 25 dəqiqədən sonra baxıram, üzəri yüngül qızarıb, artıq şirinlərimiz hazırdır.
şirinlərin üzəri çox yüngül qızarmalıdır. Ağ olarsa onda şirinlərimiz xamir olar, yəni bişməz. Bu cür gözəl qazayağı şirinlərimiz hazırdır. İnanıram ki, paylaşdığım resepti bəyənəcəksiniz. Sizlər də bu qayda ilə pişirsəniz, çox kövrək, ağızda dağılan şirinləriniz çıxacaq. Hazırladığım qazayağı şirinlərini bəyəndinizsə, like etməyi unutmayın. Sizlər də pişirin, nuş olsun. Süfrələriniz ruzulu, bərəkətli, evləriniz həmişə qonaqlı, qaralı olsun.